Bərdədə ağır yol qəzası baş verib, ölən var. Doğru Xəbər Azərbaycan bildirir ki, qəza rayonun Gələni kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan Mercedes markalı avtomobil VAZ 2106 markalı avtomobillə toqquşub. Nəticədə VAZ 2106-nın sürücüsü Ocaqverdiyev Elməddin hadisə yerindəcə ölüb, avtomobildə olan Musayev Vasif İsfəndiyar oğlu və Əhmədov Elçin Kamil oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılıblar. Baş vermiş faktla bağlı araşdırma aparılır. Vətən müharibəsi şəhidi Əli Mehdizadənin kiçik qardaşı Əhməd Mehdizadə vəfat edib. Bu barədə jurnalist Kamil Həmzəoğlu məlumat yayıb. 21 yaşlı Əhməd Mehdizadə ötən gün Lənkəranda uzun sürən xəstəlikdən ölüb. Qeyd edək ki, 2001-ci il təvəllüdlü Əli Mehdizadə 2020-ci il noyabrın 1-i Şuşa istiqamətində şəhid olub. Ölümündən sonra vətən uğrunda cəsur döyüşçü Şuşanın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, Kəlbəcərin azad olunmasına görə və şücaətə görə medalları ilə təltif edilib. Şəkidə 65 yaşlı kişi xəstəxanada vəfat edib. Belə ki, şəhər sakini 1961-ci il təvəllüdlü Əli Məmmədov 10 gün əvvəl hamamda yıxılaraq kəllə beyin travması almışdı. Ağır xəsarətlər alan Məmmədov dərhal xəstəxanaya çatdırılmışdı. Həkimlərin səylərinə baxmayaraq o bugün aldığı xəsarətlərdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Mingəçevir şəhəri Cəmil Əliyev küçəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Belə ki, sərnişin daşıyan Ford markalı mikroavtobusun sürücüsü sükan arxasında qəfil vəfat edib. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarında dayanmış minik avtomobilinə çırpılıb. İlkin ehtimala görə mikroavtobusun sürücüsü 1962-ci il təvəllüdlü Elxan Salahov ürək tutmadan həyatını itirib. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı araşdırma aparılır. Fevralın 12-sinə keçən gecə 64 yaşlı Rəşad Əliyevin Nardaran qəsəbəsindəki evində dəm qazından öldüyü hadisə ilə bağlı bəzi detallar üzə çıxıb. Məlumata görə hadisəyə bağ evinin zirzəmisində quraşdırılmış kombi səbəb olub. Belə ki, kombi aparatının yanmış dəm qazını çölə ötürən hissəsində yaranmış nasazlıq karbon monoksidin zirzəmiyə dolmasına səbəb olub. Daha sonra dəm qazı yuxarı mərtəbəyə qədər yayılıb və evdə olan Rəşad Əliyevlə həyat yoldaşı Dilarə Əliyevanın zəhərlənməsinə səbəb olub. Rəşad Əliyev hadisə yerində vəfat edib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qeyd edək ki, Rəşad Əliyev əvvəllər yüksək vəzifələrdə çalışıb. O son illərdə özəl sektorda bir sıra böyük şirkətlərə rəhbərlik edib. 90-cı illərdə Dövlət Baş Xəzinədarlığının direktor müavini, qiymətli kağızlar və bank əlaqələri departamentinin rəisi, baş nazirin birinci müavininin köməkçisi və digər yüksək vəzifələri tutub. O daha sonra bizneslə məşğul olmağa başlayıb. 2025-ci ilin noyabrında İzya Development şirkətinin direktoru kimi fəaliyyət göstərib. Rəşad Əliyevin atası Firudin Əliyev də tanınmış şəxs olub. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və büro üzvü, Azərbaycan SSR Ali Sovetinin 9-10-cu çağırış deputatı olub. Anası Roza Əliyeva isə Dövlət İdarəçiliyi Akademiyasının dosentidir. Rəşad Əliyev həmçinin məşhur polis zabiti, Alfanın keçmiş vitse-prezidenti, Qara Polkovnik ləqəbli Fətullah Hüseynovun bacısı oğludur.